Yaponiyada sınmış qabları tələsib tullamırlar, onlara yenidən həyat verirlər. Bunun üçün kintsugi adlanan qədim bir sənət var. Sınmış qab diqqətlə hissə-hissə yığılır və qızıl tozu qatılmış xüsusi lakla yapışdırılır. Çatlar gizlədilmir, əksinə xüsusi olaraq vurğulanır. Beləcə, onlar incə qızılı xətlərə çevrilir və bundan sonra maraqlı bir şey baş verir. Bir vaxtlar sınmış qab yenisindən daha qiymətli hesab olunur. Bəzən belə qabların qiyməti minlərlə dollara çatır. Amma məsələ təkcə qızılda deyil, əsas dəyər onun daşıdığı hekayədədir. Hər çat yaşanmış bir hadisənin izidir. Heç vaxt sınmamış əşya sadəcə mövcuddur, amma sınandan sonra bərpa edilən əşya artıq dağılıb yenidən ayağa qalxmağın simvoluna çevrilir. Yapon fəlsəfəsi bizə öyrədir ki, gözəllik mütləq qüsursuz olmaq demək deyil. Bəzən ən gözəl şeylər məhz qırılmış yerlərdən yaranır. Ona görə də çatları gizlətmirlər. Onları qızıl rənglə vurğulayırlar ki, həmişə xatırlatsın. Bəzən insan da çətinliklərdən keçdikdən sonra əvvəlkindən daha dəyərli ola bilər.